Sənə üz tutmuşam, qəlbim aram, cismim aram, nəfəsim aram. Günümü sənin bəndəçiliyinlə açıram. Hər azan əsəndə pəncərələr açılır, təcəllin qəlbimi coşdurur. Hər adını səsləyəndə kəlmələr ətir saçan müşk kimi ətrafa yayılır. Kaş bütün ağızlarla səni səsləyə biləydim. Yenə də sənə doğru addımlayıram. Hər bir səcdə, hər bir qılınc səni mənə sevdirir. Həyat səninlədir, həyat məhz o andır. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Salam əziz izləyicilər, yenidən hər birinizi Təcəlli proqramında xoş gördük. Allah Teala'dan bu gözəl ayda, bu gözəl günlərdə dualarımızın, ibadətlərimizin, oruclarımızın qəbul olmağını istəyir və etdiyimiz günahların bağışlanmasıyla Mevlamız, sərvərimiz, dövrümüzün imamı, İmam-ı Zaman əleyhissalatu vesselamın o nazənin qəlbin aramlığını istəyirik. Bugünkü verilişimizin qonağı Həzrət Hüccətül İslam vəl Müslimin, Həzrət Ustad Müctəhidi cənablarıdır. Və mövzumuz əvvəlki mövzu olduğu kimi mübarək Ramazan ayının əhəmmiyyəti və bərəkətindən ibarətdir. Selamun əleykum və rəhmətullah. Xoş gəlmişsiniz Ustad. Oruc namazı da qəbul olsun inşallah. Və salam ərz edirəm mümin qardaşlarıma və mümin oruç tutan bacılarıma və tamamı onlar ki orucun ehtiramını saxlayırlar hamısına və o oruçda tutanmayalə hamısına ərz-i iradət varımdır və salam ərz edirəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və sallallahu ala nebiyyina və alihi'd-dahirin. Ərz edirəm ki, در رابطه با اهمیت ماه مبارک رمضان oruçluq ayının əhəmmiyyəti və oruçluq ayının bərəkətləri. Əhəmmiyyətlərindən biri buydu ki, Qur'an elə bu ayda nazil olub. Və özü də Leylətül Qədrdə nazil olub. Və özü də Peyğəmbərin qəlbinə nazil olub. Nə gözəl aydır. Nə gözəl Peyğəmbərimiz var. Nə gözəl dinimiz var. Üçüncü ayrı bir nüqtə. Mah-i Ramazanın əhəmmiyyətlərindən və vicəziliklərindən, xüsusiyyətlərindən biri budur ki, göyün qapıları açılar. Məkər göyün qapısı var, bəli, Sure-i Əmməyyəti sahibində var, bəli. Göyün rəhmət qapıları var. Mən təbirim budur ki, o Allahın o rəhmət qapıları mah mübarək Ramazanda bu mümin oruç tutanlara, bəli, ağalı xanımlı, tamamı müminlərə açılar. Peyğəmbər İslam buyurdu ki, Əbi Səid Xudri bir böyük ravidir. O deyir, qal Rasulullah, innə əbvəbəs-səma tuftəh. Göyün qapıları açılar fi əvvəli leylətin min şəhri Ramazan. Ramazan ayının əvvəl gecəsində göyün qapısını açarlar. Və la tuğləqu ilə axiri leylətin min. Ta oruçluğun 30-cu gecəsində qapılar bağlanmaz. Görübsünüz İmam İzzanın hərəmi gecə günüz açıqdır. Əslən bağlanmır, gecə də bağlanmır. Ora bir rəhmətdir. Ora bizlərə bir böyük rəhmətdir. Allah Müteala'nın qapıları, o rəhmət qapıları açıqdır. Dua eləyən bəndələrinə açıqdır. Ondan sonra dubara ayrı bir hədis də var. Peyğəmbərimizdəndir. Buyurur, İnnəllah yəqul. Muhammeddən əhəmmiyyətidir və bərəkatıdır. Kullə leylətin min hazə şəhr. Hər gecə
Allah özü buyurar. Və izzəti və cəlali. And olsun izzətimə, and olsun cəlalətimə və and olsun məqamıma. Ləqəd əmərtu mələikəti bi fəthi əvvab səmavati. Əmr eləmişəm o rəhmət mələklərimə. Təbiri rəhmət məndəndir. O mələklərimə demişəm, mənim göyümün qapılarını açsınlar. Kimə? Lidda'inə min ibadi. O mənim, o bəndələrimə ki, istəyirlər mənə dua eləyələr. Münacat eləyələr. Lidda'inə min ibadi və imai. O mömin xanımlara ki, istəyirlər ibadət eləyələr. O mömin ağalara ki, istəyirlər ibadət eləyələr. Burada hala istəmirdim deyəm, bəli, bura yaxşıdır deyəm. Buyurun. Allah mənim özümə də bu tövfiqi versin. Əziz qardaşlarıma da bu tövfiqi versin. Bu dualardan əvvəl Qur'an oxuyaq. Hətta əqəlli bir Qur'an mübarək Ramazanda xətm olsun. O bir. İkinci budur ki, bizim gözəl-gözəl dualarımız var. Məfatihül Cinanda Şeyx Abbasi Qumi bunları cəmləyib. O yaxşı dualardan bir duaya Əbu Həmzə-i Sumalıdır. O uzun duadır. Mən sizə yorur gədirəm. Lazımdır hər hamısını bir gecədə oxuyasınız. Onu 10 yerə bölün. Bir səfəsini bir gecə oxuyun. Bir səfəsini bir gecə oxuyun. Lazımdır hər hamısını oxuyasan, yorulasan. Hər gecə bir rub. 15 dəqiqə. Allahla münacat edin. Bilirsiniz nə ləzzəti var? Xüsusən əgər adam onun biraz mənasını bilə, biraz tərcəməsini bilə, mənasını bilə, çoxla əslən insana bir həyat verər, insana bir ləzzət verər. Onu oxuyun. Tərcəmələri də var. Duayı iftitah, duayı Əbu Həmzə-i Sumali, duayı səhər ki, duayı səhəri qalibən radio pəxş edirik, şayət televizyon pəxş edirik. Onlar var. Bunlar gözəl dualardır. Bunlar heyfidir Mah-ı Mübarək Ramazanın. Əlavə bər bu, Mah-ı Mübarək Ramazanın çoxlu özünün duaları var. Özünə xas duaları var. Onlar heyfidir, bunlardan qəflət olmasın. Allah-u Müteala buyurur, mən göyün qapılarını açmışam, o dua eləyən bəndələrimə. Ta onlar əgər göyün qapısını aça, bir bəndə də o sılıq qəlbinə gedə Allahın qapısına, məgər o rədd edər. Özü çağırır. Özü çağırır da, deyir, Uduuni əstəcib ləkum. Siz məni çağırır, mən cavab verim də. Siz gəlin mənim qapıma, sən gəlmədin ki, deyir, sən gəl mənim qapıma, mən sənə cavab verim. Uduuni əstəcib ləkum. İmam-ı Baqir də bir hədisdə buyurur ki, Ləmma həzərə şəhru Ramazan, bəxti ki, mah-ı Ramazan yaxınlaşdı, və zalikdir səlasin bəqinə. 3 gün qalırdı mah-ı mübarək yetişə. Məsələn, Şəbanın 27-si idi. Peyğəmbər buyurdu, Bilal, nida ilə cəmaət gəlsin. Bilal bu ünvanı bir münadi, səs verən, Besnah mübəlliğ Mədinədə səsləndi. Şayət də əzam verdi ki, bilsinlər ki, Peyğəmbərin fərmayışı var. Cəmiyyət yığışdılar. Fəccəməən nas. Cəmaət cəm oldu, sümmə səədəl mənbər. Peyğəmbər mənbərə təşrif apardı. Fəhəmidəllah. Elhamdülillahi Rabbil alemin və sallallahu ala nəbiyyina və alihi tahirin və səna dedi. Hamdü sənadan sonra sümmə qal. Əyyuhənnas, innə hazə şəhr qəd həzərəkum. Bu Allah ayı yaxınlayıb ha, sizə həzərəkum yetişib. Və huvə seyyidü şuhur. Bu Allah ayı 12 dənə ayımız var. Ayların ağası Mah-ı Mübarək Ramazandır. Və huvə seyyidü şuhur. Və fihi leylətun. Bu gecədə, bu Mah-ı Mübarəkdə bir dənə gecə var. Xeyrun min əlfi şəhr. 1000 aydan əfzəldir. Xudaya, əslən mən baş tapıram, adam bunu necə təsəvvür edəsin? Deyir, bir Mah-ı Mübarəkdir. Sizə yaxınlaşıb gəlir, 3 gündən sonra gəlir.
Bəli. 3 gündən sonra gəlir. Allahın tamam ayların ağasıdır. Özü də bunda bir gecə var. 1000 aydan əfzəldir. Xeyrun min əlfi şəhr. Bu ayın tuğləqu fiyhi əbvabun niran. Allah cəhənnəmin qapılarını bağlar bu ayda. Və tuftəhu fiyhi əbvabul cinan. Bu hədislər ki oxuyuram, hamısı mötəbər yerdəndir. Hamısı mötəbərdir. Hamısı bir vəsair işyə var, ümdəsini oradan oxuyuram. Hamısı orada var. Bəli. Bir dana da hədis niskil edirəm, bilmirəm niskil deyəsiniz, niskil edirəm bu hədisi də deyəm. Və yəqulullah ayrı hədisdir, Peyğəmbərdəndir. Buyurur ki, yəqulullah təbarəkə və təala fi kulli leylətin min şəhri Ramazan. Qapılar ki açıqdır, özü də belə buyurar. Səs xəlq edər. Həl min müstəğfirin fəəğfiru ləh. Aya bir, Allah müştəri axtarır da, müştəri axtarır. Deyir, aya bir istiğfar edən var, mən onu bağışlayam. Öz bəndəsidir. Öz bəndəsidir. Deyirsən mi gəl mənim qapıma, bir dəqiqə gəl. Həl min müstəğfirin fəəstəğfiru ləh. Həl min taibin fəətubu iləyh. Aya bir tövbə eləyən var, tövbə bilirsiniz mənasını var, yəni qeydən. Tövbə ey rəcə. Tövbə yəni qeyddir. Tövbəçi deyərlər, tövbə. Ona deyirlər ki, günahkar o tövbəsindən, günahından qeydir, deyirlər tövbə. Deyir, həl min taibin fəətubu iləyh. Aya bir qeydən var, mən də qeydəm ona tərəf. Aya bir istiğfar edən var, mən də istiğfar, onun istiğfarını qəbul edən, bağışlayan onu. Bəd buyurur ki, kimdir ki, bir sirvətdə Allaha boş verə. Mən yuqrizul məli'ə qeyrəl mu'tim. Aya mənə bir boş verən var, kasıbların əlindən tutan var. Allah neyini pul edir? Deyirsən, mənə boş ver. Mən yuqrizullah qərzən həsənə. Deyirsən, aya mənə bir boş verən var, bir kasıbların əlindən tutan var. Mən bir Allahım ki, əl-məli, sirvətməndəm, əlim doludur, qeyrəl-mudim, kasıb deyirəm. İnsaniyyəti öyrədir insan. Sən mənə bərəkəllah, insaniyyəti öyrədir. Deyirsən mənim o kasıb bəndələrimə, o pulsuz bəndələrimə, o fəqir bəndə, sən köməklik edən, mən də sənin əlindən tutaram. Bu da Biharul Envar'dadır ki, mötəbər hədisdir. O əhəmmiyyətdən və bərəkatından mah-ı mübarək Ramazanın biri də ibarətdir, mah-ı dua və istiğfardır. Dua ayı. Dua ayıdır, istiğfar ayıdır, bağışlanmaq ayıdır. Mah-ı Muharrem İmam Hüseynin əhdafı bulmaq ayıdır, ağlamaq ayıdır. Ağlamaq da tək ağlamaq demirik ha, əhdafı Seyyid-i Şəhədaya adam ağah ola. İmam Hüseynin hədəfləri. Bəli, barışarlar. İmam Hüseynin hədəfləri nə idi? Vəli mah-ı mübarək bəray bağışlanmaq ayıdır, paklanmaq ayıdır. Allah istəyir o 11 ayda ki, biz xətalar edəmişik, iştibahlar edəmişik. Ayağımız xəta gedibdir. Allah istəyir bizi qeytərə çat deyə. Yeni təzdən o yola qayıdır. Sən o düz yola qeytər, düz yola bizi qeytərə. Deyib bir ay sən gəb, bir ayda bəlkə o iştibahlar ki 11 ayda olubdur, onlar bir cübran olsun. Buyurur, mah-ı duadır, dua ayıdır, istiğfar ayıdır, bağışlanmaq ayıdır. Əmirül Mömin buyurur, əleykum fi şəhri Ramazan və kəsrətil istiğfar. Çox istiğfar edin. Allahdan məğfirət istəyin, bəxşiş istəyin. Və dua, çox dua edin. Nədir? Gündə bir səfər. Əbu Həmzə oxu. İlahi, la tuəddibni bi uqubətik. Allah, məni o əzablarla ədəb eləmə. Hansı dua məsumun duasından daha gözəl ola bilər? Onlar öyrədib. İmam-ı Səccad, Əmirül Möminin, Peyğəmbər bu dualar əymədən də yetişib bizə. Bunlarla bizə insaniyyət öyrədirlər. Deyir, yol budur bax. Mən özüm aza qayım. Mən deyərəm kəmmiyyətə mən əhəmiyyət vermərəm. Mən deyərəm o iki mühümri keyfiyyətdir. Lazım deyil mən yarım saatda kullə Əbu Həmzəni oxuyam. Bir səhv oxu. Bəli, əməl elə.
əyalunla, siz deyəsiniz yoldaşınla, əyalunla, uşaqlarınla, bazarda, dükanda, camiədə, ictimada, onların beysdə gör İmam Səccad nə cür buyurur, o cür hərəkət edək. Bütün cəmiyyətimizi, evimizi, işimizi Allahın təcəlligahı Əslən bu dualar duahay insansazdır, bəşəri bizdə tərbiyyət edər. Buyurur, Əleykum fi şəhri Ramazan və kəsrətil istiğfar və dua. Əmmət dua. Dua bilirsiniz sizi hara yetirər, hara çatdırar? Fəyudfəu ənkum bihil bəla. Allah bəlaları duanın bərəkətinə sizdən bərtərəf edər. uzaqlaşdırır. Uzaqlaşdırır. Naagah, naxudagah zəlzələlər var, sellər var, asimani bəlalar var, zəmini bəlalar var. Allah sizdən uzaq edər. Elə xoşluqlar var, adamın əqlinə gəlmir, Allah sizdən uzaq edər. Və əmməli istiğfar fəyumha bihi zunubukum. Allah sizin günahlarınızı o istiğfara xatir, o bəxt, istiğfar yəni tələbi bəxşiş. Əstəğfirullah Rabbi və ətubu iləyh. Allah günahlarınızı bəxşlər. 5-ci Mah-i Ramazan, Mah-i Qur'an, Mah-i bərəkət və Mah-i rəhmətdir. Mah-i rəhmətdir. Bir dana hədis var, İmam Riza'dandır. Hədis gözəl hədisdir. Biraz uzundur, bəli, çox sözü var. Heyfim gəlir onu deməyəm. Buyurur, Əl-Həsənat fi şəhri Ramazan məqbulə. Sizin bu savab işləriniz, oruçlarınız, namazlarınız, iftar verməklikləriniz, sədəqə verməklikləriniz, Qur'an oxumaqlıqlarınız, tədris eləməklikləriniz, hətta kəsb-karınız, əgər Allahdan ötürü kəsb-kar edəsən, bunlar hamısı ibadətdir. Buyurur, Əl-Həsənat fi şəhri Ramazan məqbulə. Allah sizin tamam bu savab işlərinizi qəbul edər. Bir dana nüktə var, qoy bir söz deyim. Bizim Allahdan tələbkar deyirik ha. Mümkündür mən bu günləri sübh namazı qılam. 2 dana məsələ var. Bir namaz qılmaq var, bir namazın qəbulluğu var. Namaz qılmaq budur ki, mən qıldım. Düz namaz qıldım, düz dəstəmazla, düz şərait ilə namazı qıldım. Mümkündür Allah qəbul eləyə, mümkündür qəbul olmaya. Bir məvani olar, manilər olar. Məsələn, manilərdən nədir? Həsəd. Manilərdən nədir? Mesela adamın qəlbindən xiyanət keçər. Bunlar bu namazın savabını qoymaz da Allahın dərgahında qəbul olar. Çox zatlar var, məvani. Biz oranın adına deyik məvani, manilər. Mümkündür namaz qılasan, əlbəttə qiyamət günü deməz də niyə namaz qılmamısan. Kötək vurmazlar ki, niyə namaz qılmadın, qılmışam da. Amma bir də bir qəbulluğu var, behiş verməz də. Deyib, namaz qəbul olmayıbdır bəndən. Buyurur, Əl-Həsənat fi şəhri Ramazan. Adam çox, o bir aylarda da mümkündür çoxlu savablar eləyə, yaxşı işlər görə, qəbul olmaya. Deyir, nə? Əl-Həsənat fi şəhri Ramazan məqbulə, qəbuldur. Bu ayın hər bir anı bəhanədir. Bəhanədir. Yəni, bir balaca iş gör, böyük bir şey verir. Allah böyüsət verir. Buyurur, vəs-səyyat məğfurə. Vəs-səyyat məğfurə. Günahlarınız da Mah-i Ramazanda bağışlanacaqdır Allahın izni ilə. Mən qərə fi şəhri Ramazan ayətən min kitabillah əzzə və cəllə kanə kəmən xətəməl Qur'anə fi qeyrihim nəşur. Bunu türkcəmdə belə rahat deyim. Ağacan, indi ki, məsələn, fərz buyurun Şəban ayıdır. Mən indi bir dənə ayı oxuyam. Bəli? Fərz etsək, bəli, Şaban ayı bir ay. Bir aya savab verərlər. 100 ay oxusam, 100 aya savab verərlər. Amma Mah-i Ramazanda bir aya bir Qur'an. Bir Qur'an savabı. Ağa, mən əgər bir Qur'an çıxam, nə qədər olar? Qur'an fərz elə 6000 ayədir, 6232. Qur'an fərz eləyin 6000 ayədir. Elə bir 6000 dənə Qur'an çıxıbsan. Bir Qur'ana, hər ayəyə bir Qur'an. Əgər bir adam bir dənə Qur'an mah mübarəkdə çıxa, elə bir Şəban ayında İmam Rizə digər aylarda harda var bu?
Yəni elə bir 6000 dənə Quran oxuyubsan. Odur ki, deyirəm, səy eləyək, bir Quranı qutaraq. Bəd buyurur ki, və mən əanə fihi müminən. Əgər bir insan bir dənə müminin əlindən yapışa, lazım nə pul ola ha? Bəzən pulla adam yapışar, bəzən bir dənə imza olar, imza. Mənim bir dənə imzama ehtiyacı var, imza vuracağım. Mümində ehtiyacı var, imza da düz imzadır. Mənim imzam olsa o bir dənə nəcat tapar. Onun müşkülü, problemi həll olar. Bəli, mən əanə, bir dənə köməklik eləyəsən. Mən əanə fihi müminən. Əgər Mah Ramazanda insan bir dənə möminə köməklik eləyə, hər nəhvinə, pulunla, abrısı ilə, canı ilə, malı ilə köməklik eləyə. Əanəhullah Teala aləl-cəvaz aləs-sirat. Allah o polu siratdan caizsən geçəsən. Sirat körpüsündən. Ha, sirat körpüsündən. Polu sirat deyərlər ona. Sirat körpüsündən ki geçəsən ha, Allah o da səndən köməklik edər. O sirat körpüsü nədir mən istəyəm, burada açıqlayam, deyəm, çox uzanar, onu geçirəm. Bir məli mərufdur da, əlbəttə ki, inanaq ha, poli sirat deyirik, orada da var. Allah sirata inanmışam, əzab-ı qəbri inanmışam, qəbri inanmışam, mələkləri inanmışam, səni inanmışam, peyğəmbərin nə gətirib inanmışam, ona yerindədir. Poli siratda bir inanmalı bir şeydir, gərək inanaq. O poli siratdan geçmə, Allah sənə köməklik edər. O asan geçməkli, asan deyil. Bir halda ki, qılıncdan iti, tükdən nazi. Bəli. Belə bir körpü. Bəli. Bəli. Qırışdan iti, tükdən naziraq. Və mən kəffə fihi qəzəbəhu. Yetişdi, gördü ki, məsələn, biraz iftar yubanıb. Əsəblənməsin. Ya bazarda mömin qardaşına hisslənibdir, bir dənə o pislik görüb, bu da hisslənir, hisslənməyə, qəzəbin utaq. Siz elə bu günlərdə bu cür işlər çox olar. Çox olar. Ac qalıb, həm də ac qalıb, hisslənir. Buyurur, əgər bir adam qəzəbin utaq, kəffəllahu anhu qəzəbəhu yevməl qiyamət. Allah da ki, ruzu qiyamət qəzəbin səndən utar. Mən əqasə fihi məlhufən. Bir nəfər mömindir, müsəlmandır, deyir, ya aləl-müslimin. Ay, baxın, mən məzlum qalmışam. Bir dana məzlumun dadına çatam. Pul ilə, təyid eləmək ilə, getmək ilə, bir dana telefon vurmaqla, məzlumun dadına çatam. Âmenəhullah minəl fəzəil əkbər. Allah o qiyamətin, o isti tüssüsündən səni hifz edər. Fəzai əkbər, qiyamət çox şədiddir. Qiyamətin o isti tüssüsündən bizi Allah hifz edər. Və mən nəsərə fihi məzdumən. Əgər bir dənə məzlumun əlindən yapışa, köməklik eləyə. Onun mənasını bilirsiniz də özünüz. Nəsərəllah ələ kulli mən atah. Allah tamam düşmənlərinə bunu qələbə verir. Fit dünya və nəsərəhullah yevməl qiyamə indəl hesab. O hesab kitab bəxtində Allah sənin dadı yetişər. İmam Mirzadəndir. Bəd buyurdu, şəhru Ramazan, şəhrül bərəkə. Mah-i Ramazan bərəkət ayıdır. Şəhrül rəhmə, rəhmət ayıdır. Şəhrül məğfirə, bəxşlənmək ayıdır. Və şəhrül tövbə, tövbə ayıdır. Şəhrül inabə, sızıldamaq, Allahın qapısına getmək ayıdır. Və mən ləm yuğfər ləhu fi şəhri Ramazan, əgər bir adama mah-ı mübarəki Ramazanda bəxşlənməsə, fəfi əyyi şəhrin yuğfərü ləh, hansı ayda bəxşlənəcək? Əyyəhənnas, bu bir ay heyfi daha. Elə onda görəcəksən, buradan gəldi, oradan getdi. Deyəcəyik, Şəvval ayı yetişdi, gedək fitr namazına. Bu bir ay qənimət bir də özümüzə. Ailəmizlə mehriban olaq, oğladımızla mehriban olaq, mömin qədəşlərlə mehriban olaq, mömin bacılarımızla mehriban olaq, bazarda mehriban olaq, camiədə mehriban olaq, o kiçiklərə rəhm eləyək, böyüklərə ehtiram eləyək. Bunlar bir gözəl işlərdir ki, İslam bizə dəstur verir. İmam Rizadən də ki, belə əcibdir. İmam Riza axirdə buyurur ki,
bir adam bağışlanmasa, mahi rəhmət, mahi bərəkət, mahi məğfirət. Bu gözəl aydır. Bəd İmam buyurur, Fəs'alullah ən yətəqəbbələ minkum fihi siyam. Allah'tan isteyin, Allah bu orucu mah mübarəkdə sizdən qəbul edəsin. Və la yec'ələhu axirəl əhdi minkum. Axir mah-i Ramazan qərar verməsin. Mən nə deyirəm? Allah bu mah-i mübarək Ramazan ki gəlir, bizə axir mah-i Ramazan qərar vermə. Amin. Və ən yuvəffiqəkum. Allah'tan isteyin sizə tevfik versin. Litaatihi. Ki ona ibadət edəsiniz. Və yəsiməkum min məsiyyətihi. Allah'tan isteyin bu ayın bəli günahlarından sizi saxlasın. Bu ayda günah eləməyəsən. İnnehu xeyru məs'ul. Allah behtərin sual olunmuşdur ki Allah'ın dərgahından. Ondan artıq biz kimdən sonra? Sən bir qədəm get, 100 qədəm gələr. Bir qədəmə 100 qədəm gələr. Mah-i Ramazanda. Özdə bir namaz şəb də qılın. Əgər hamısını da qılmadın, 3 rəkəti qıl. Ha, torpağı bizə də səcdəyə versinlər, fərşi qoza, üzü qoy torpağa. Deyirlər, qaçan qulam gəlmişəm qapıva. O biçli hafi kimin? Görürsünüz, o biçli hafi banki aludə idi. Günahla aludə olmuşdu. Bulanmışdı günahla. Və bundan belə Musa ibn Cəfərin əlindən Allah ona bir qapı açdı. Sonra deyir bu ürəfadəndir. Ürəfadəndir. Allah o Allah ki bişrə hafiyə qapı açır. O Allah bizə qapı açar. Xüsusən bizim imamlarımız var. Mah-i mübarəkə razı çoxlu hədislər var. Der rabitə var, rəhmətdir, məğfirətdir, filandır. Bəni bir İmam-ı Rizadan oxudum və ayrı hədislər də vardı. Mən icazə buyursaz, bir dənə də hədis Peyğəmbərdən oxuyayım. Buyurun. O ibarətdir bundan ki, buyurur ki, Peyğəmbərimiz, ya Cabir, Haza şəhru Ramazan. Cabir, bu oruçluq ayı bizim ibarətimiz bir mühüm aydır. Mən samə nəharəhu. Hər kəs mah-i Ramazanda, Ramazan ayında oruç tutar. Gündüzlərin oruç tutar. Və qamə virdən min leylihi. Hamısın yox ha. Bir bəxşi az gecə yarım saat. Qamə virdən min leylihi. Biraz da dura Allah'ına münacat ediyor. Abu Hamza oxuya, namaz şəb qıla, iftitah oxuya, dua-i kumeyl oxuya. Və affə bətnəhu. Və iffətin də o qarnın haramdan saxlaya. Və iffətin də namusun da hifz ediyə. Həzrətdən vardı. Yəni özün şəhvətdən saxlaya. Affə bətnəhu. Qarnın haramdan saxlaya. Haram yeməklərdən. Bəli, haram yeməklərdən. Özgən malın yiyir, səğir malı yiyir. Affə bətnəhu. Və öz belə bir istilah şəhvətin də hifz ediyə. Və kəffə lisanəhu. Bu dilinə də muvazib ola. Dilin də qoruya. Qoruya, muvazib ola. Bilsən Cabir Allah nə verər? 3 zat. Deyir, bir budur ki, Samə nəharəhu, oruç tutar. Qamə virdən min leylihi, bu 2, 3-cü. Qarnın saxlaya, şəhvətindən qoruya özün, bir də kəffə lisanəhu, bu dilindən, bu dilindən çox günahlar olar. Allah eləməsin yalan danışır, Allah eləməsin qeybət edir, Allah eləməsin böhtan atır bir möminə. Bunlardan özün saxlaya. Söz gəzdirir onunla bunun arasında. Əhsən, ədavət yaradır. Xənəcəm min zunubi. Cabir, əgər bunlar eləsə, tamam günahlardan qutular. Necə bu ay kəxrucihi min hazəşər. Ay qutulanda, ay qalar özdə, biz də qaldıq büyüzdə. Deyirlər, şəhər Ramazan getdi. Necə Ramazan qalar özdə, biz qaldıq büyüzdə. Bunun da günahları qalar özdə, özü qalar büyüzdə.
كخروجه من هذا الشهر فقال جابر ما احسن هذا الحديث Ya Resulallah ne güzel hadisti. Peygamber budur Cabir ma eşedde hazihi şurut. Bu şərtlərdə çətin şərtdə ha. Mənim etiqadım budur ki, mömin qardaşlar şəhvətdən özlərini qoruyarlar. Özgənin namusuna baxmasın. Bir istilah, qarnın haramdan hifz eləsin. Bura rahatdır. Mənim etiqadım bu rahatdır. O işi çox çətindir, bu dildir. Hər an xətadadır. Bax, dili ilə yoldaşın sancır, tündülük edir, əsəbani olur, böhtan atır, yalan danışır, qeybət edir, dili ilə mömin incidir, oğladını incidir, atasını incidir, anasını incidir, camiədə həmsəyanı incidir. Onlar hamısı günahdır da. Cəmiyyətdə qonşuları və Bəli, qonşuları sizin elə beləsidir. O ki buyurur, ma əşəddə hazihi şurut Cabir. Bu da bir hədis idi ki, bəli, xidmətçi zərz elədim. Mah mübarək Ramazanın o əhəmmiyyətindən və bərəkətlərindən dedim. Bir hədisdir, çox gözəl hədisdir. buyurun. İnayət vijə və xüsusi pərvərdigar aləm bu ümmətə. Ümmətə xüsusi bir diqqət. Bəli, ki keçən ümmətlərdə olmayıb. Hədisdir Peyğəmbərdən. Rivayət Xisal-ı Səduqdadır. Oradadır. Ən Cabir, ən Rasulillah. Cabir böyük adamdır. Cabir ibn Abdillah Ənsari. Hədis də mühümmidir. Peyğəmbər Əkrəm buyurdu. Utiyyət ümməti fi şəhri Ramazan xəmsən. Mənim ümmətim mah-i Ramazanda 5 zat Allah onlara verib, ləm yu'tihinnə ümmətə nəbiyyin qəbli. Məndən qabaqki ümmətlərə Allah verməyib. Ümməti Musaya Allah bunu verməyib. Ümməti İsa'ya verməyib. Ümməti İbrahimə verməyib. O bizi Peyğəmbərlərin ümmətinə ver, mənim ümmətimə verib. O da bizə görə deyil, ha, Peyğəmbərin ehtiramıdır. Allah bizim Peyğəmbər əşrəf-i kainatdır. Əşrəf-i kainatdır. Yəni yerdə, göydə ondan bir əşrəf məxluqat yoxdur. Məxluqatın ən şərafətlisi. Bəli, buyurur Lolak, ey Peyğəmbər, Lolak ləma xələqtül əflak. Əgər sən olmasaydın, heç yeri göyü yaratmazdım. Sənə xatir Musanı yarattım. Sənə xatir Adəmi yarattım. Sənə xatir o bizi Peyğəmbərləri yarattım. Lolak ləma xələqtül əflak. O bizi yeri göyü yaratmazdım. O bizləri də yaratmazdım. Tamam məxluqat. Allah bir belə Peyğəmbərə xatir, bunun bizə deyərlər əşrəf məxluqatın ümməti. Bizə deyərlər ümməti mərhumə. Mərhumə yəni Allaha rəhm olunmuş. Allah Peyğəmbərə xatir. Buyurur, mənim ümmətim Allah 5 zat verib mah-i Ramazanda. Keçən ümmətlərə verməyib. Yek. İza kanə əvvələ leylətin min şəhri Ramazan nəzərəlləh əzzə və cəllə iləyhim. Vaxtı mah mübarəkin əvvəl gecəsi yetişdi, Allah mənim ümmətimə bir rəhmət nəzəri ilə baxar. Məhəbbət nəzəri ilə baxar. Və mən nəzərə iləyhi bir rəhmə ləm yüəzzibhu. Allah da hər kəsə rəhmət nəzəri ilə baxsa da onu əzab edəməz. Yəni o rəhməti onun halına şamil etsə də rəhmətlə əzab bir yerə yox. Böyük sözdür. Deyir hər kəs mah mübarək Ramazanın əvvəlində mənim ümmətimə bir rəhmət nəzəri ilə baxar. Hər kəsə də rəhmət nəzəri ilə baxsa onu əzab edəməz. Bir buyur. فَإِنَّ خَلُوفَ أَفْوَاهِهِمْ حِينَ يُمْسُونَ أَطْيَبْ عِنْدَ اللّٰهِ مِنْ رِيحِ الْمِسْكِ. Bunu bilirsiniz, oruc adam üçün mədəsi xal olar. Boş olar mədəsi. Boş olar. Odur ki, iftar camının ağzından xoş iyi gəlməz. Bəli. Odur ki, mənim dostlarıma da deyirəm, bizdə ki, müanəqə elərik, adam
Mömin Bəli, qardaşla görüşəndə üzün dair onun üzünə diyor, mən deyərəm ağzınızı açmayın. O tərəf əzab çəkər. Ya xeyr, o ləhzədə heç görüşəndə elə əlinlə görüşün. Ya xeyr, istədiniz ki, məsələn bir, bəli, çox məhəbbət eləyəsiniz, danışmayın. Əvvəl üzü qoy onun üzünə, ondan sonra çəkil danış. Xoşayənd idəyi. Çünki mədə xalıdır. Elə ki, yedi, bir dənə çay içdi, bir dənə, ondan sonra cürlənər. Düzələr. Bu nə sözdür? Deyir, o oruc adamınca ağzından xoş iyi gəlmir. Allahın yanında o naxoş iyi. Muşk deyərik biz, bilmirəm. Müşkəmbər. Allahın yanında o iyi ki, ha bizə xoş gəlmir. Müşkəmbərdən behtərdir. Bunun bir şərhi var. İndi fürsətim yoxdur deyəm. Bu cümlənin bir şərhi var. Desəm qallam o birisilərdən qalsın. İnşallah ayəndə də. Oruc adamın ağzını bəriza. Allah-u Teala da ondakı Həzrət Musaya dedi ki, oruç tut ki, mən sənə Tevrat verim. Həzrət Musa 30 gün oruç tutdu. Gəldi Tur-i Sinaya, istədi ki, dedi ağzımdan orucam iyi gələr. 30-cu gecə gedirdi, ağzına bir misvak vurdu. Getdi Tur-i Sinaya. Pərverdigara gəlmişəm, sən indi münacat edəyəm, o Tevratı verəsən. Buyurdu, bilmirsən ki, mən oruc adamın ağzının iyindən xoşum gələr. Niyə misvak vurdun? Xitab elədi. Və Pərverdigara neyinin? Buyurdu, 10 gündə dubara oruç tut ki. Və vaadna Musa 30 leylə və ətməmnaha bəşrin. O ağzınanca, o mənə mətbudur. Bu iyilərin bu maddi aləmdə bir təbiətimizə uyğun bir reaksiyası var. O mənəvidir. Mənəvidir, bəli. Bunu mümkündür bir dənə bir təhsil kədamdan deyə mən baş tapmıram. Bəli, onu mən şərh edəsəm, roşan olar. Fəinnəl üçüncü, mənim ümmətimə bir şey verib ki, heç o birisi ümmətlərə verməyib. Fəinnəl mələikə yəstəğfirunə ləhum fi leylihim və nəharihim. Mələikə bu mənim ümmətimi naharlarda, günüzdə və gecədə, gecələrində və günüzdə daimən mələklər bunlara istiğfar elərlər. Allahdan tələbi məğfirət istərlər. Çağır, dördüncü. Fəinnəllâhə əzzə və cəll yəmuru cənnətəhu. Behişdə əmr elər. Ən istəğfiri. Mənim bu mömin bəndələrimə ey behişt istiğfar edə. Və təzəyyəni ilə ibadi, özüvi zinət ver mənim bu bəndələrimə. Fəyuşəku ən yəzhəbə ənhum nusubud dünya. Sən özvə zinət ver. Özvü bəzə. Tapıların o dərd, o rənci ki varları da oruç tutublar. Bunların narahatlığına aparasan. Və yəsiru ilə cənnəti və kəraməti. Bunlar, bəli, ruzi qiyamət gedərlə behiştin tərəfinə, Allahın kəramətinin tərəfinə. Bu dördüncü. Beşinci. Fəizə kanə axiru leylətin. Elə ki, bu 30 gün qutuldu, 29 gün qutuldu. Qəfərə ləhum cəmiən. Allah mənim ümmətimin hamısını bağışlar. Əlbəttə, onları ki, dedim, doğrudan ümmət olaq, ümmət olaq, özdə düz oruç tutaq, düz namaz qılaq. Qəfərə ləhum cəmiən. Allah bağışlar. Bir dənə də hədis var, onu da deyim, inşallah dua edəyək. O ibarətdir bundan ki, Allah buyurur ki, Peyğəmbərdəndir, behiş 4 nəfərə müştaqdır. Behiş 4 nəfərə əlaqəsi var, müştaqdır. 4 nəfərin intizarındadır. İntizarındadır, barakallah. İlâ mut'imil cev'an. Biri o adamdır ki, acların qarnını doyuram. Böyük ibadət daha. Lazım nə çağırasan, iftar verirsən, yavaşca apar, bilirsən, onun ərzaqı yoxdur, ruzusu yoxdur, ona yavaşca bir tay düyünü qoy qapısına. Gediş, özü də bülündürmə.
Nəinki gedə-gedə. Hə. Bəzi şeylər var, cəmiyyət üçün yaxşıdır. Məsələn, təbliğ xarakterlidir, kömək eləyir. O ayrıdır. Çox şeylər var ki, özünü Bəzi zətləri vardır ki, adam bülündürməsə yaxşıdır. Bu bir hafizil lisan. Biri də o adam ki, dilin hifz eləyə. Dedim, qeybətdən, bohtandan, günahlardan hifz eləyə. Və talil Qur'an. Biri də adam ki, Qur'an oxuya. Beş bunlara müştaqdır. Əyyuhəl müminun, mümin qardaşlarım, mümin bacılarım, İnşallah Mahum Barək Ramazanın Qur'anından qəflət eləməyin. Dördüncüsü və saim-i şəhri Ramazan. Bir də Ramazan ayının oruç tutanına müştaqdır behişt. Hədisdir Peyğəmbərimizdən. Çox gözəl, çox gözəl. Minnətdaram Ustad. Allah Teala inşallah bu tövfiqi versin ki, buyurduqlarınıza bu gözəl ayda inşallah əməl edə bilək. Buyurun dualarınızla programımızı sonlandırın. Mən də Allahu Teala'dan istəyirəm ki, Allahümme ensuril İslam'e vel muslimin ve khzulil kuffare vel munafiqin. Allahümme ensur ciyuşel muslimin ve asakirel muvahhidin. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat al ahyai minhum vel amvat tabi beynena ve beynehum bil khayrat inneke mucibud da'avat İnneke ala kulli şeyin qadir. Pərverdigara bizi Mah-ı Mübarək Ramazanda behtərin bəndələrindən qərar ver. Aqibət əmrimizi xeyr elə. Bu gözəl gecələrin dualarından, münacatlarından bizi məhrum eləmə. İmam-ı zamanın vücuduna bəla vermə. O büzürgəvarın duaların bizim haqqımızdan şamil elə. Tamam əmvatımız, xüsusən atalarımız, analarımızı غريق رحمة الله والسلام عليكم ورحمة الله وبركاته. Minnətdaram dəvətimizi qəbul etdiniz və beləcə növbəti verilişində sonuna çatdıq. Hər ötən dəqiqə, hər ötən an bir daha da bu mübarək aydan uzaqlaşdırır. Odur fürsəti qənimət bilib ən lazımlı şəkildə bu aydan istifadə edək. Növbəti proqramda görüşənədək vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Hər adını səsləyəndə kəlmələr ətir saçan müşk kimi ətrafa yayılır. Kaş bütün ağızlarla səni səsləyə biləydim. Yenə də sənə doğru addımlayıram. Hər bir səcdə, hər bir qılınc səni mənə sevdirir. Həyat səninlədir.